36 kilometr bölək dəqiqə neçə metr bölək saniyədir? Kilometr bölək dəqiqəni metr bölək saniyəyə çevirək. 36 kilometr bölək dəqiqə bərabərdir. 36-nı saxlayırıq. 1 kilometrimiz 1000 metrdir. Bir dəqiqəmiz də 60 saniyədir. Və biz metr bölək saniyəyə çevirəndə bir sıfır buradan ixtisar aparaq 36-nı 6-ya böləndə burada eləyir 6. 6-nı da 100-ə vuranda eləyəcək 600 metr bölək saniyə. Doğru cavabımız olacaq D variantı. Verilən vahidlərdən hansı BC-də əsas vahiddir? BC-də əsas vahid burada A variantı amperdir. Doğru cavab A variantı. Şəkildə təsvir olunmuş menzurkanın bir bölgüsünü hesablayın. Menzurkanın ümumiyyətlə bir bölgünün qiymətini tapmaq üçün iki qonşu bölgüləri bir-birindən çıxırıq. Yəni iki qonşu bölgü burada 50-dən 25 çıxar və 250-dən 200-ü çıxırıq. Yəni 250-dən çıxırıq 200-ü və bölürük orada bölgülərin sayına, boşluqların sayına. Yəni burada iki yerə iki boşluq var, bölürük 2-yə. O da bərabərdir. 250-dən 200 çıxanda qalır 50. 50-ni də 2-yə böləndə eləyir 25. Bir bölgünün qiyməti 25 olacaq. Doğru cavab D variantı. X9 üzrə hərəkət edən A və B cisimlərinin koordinatına zamandan asılı qrafiki şəkildə kimi verilib? 4-cü saniyənin sonunda bu cisimlər arasındakı məsafəni hesablayın. 4-cü saniyənin sonunda dediyi üçün biz birinci baxırıq ki, 2 saniyədə bu cisimlər koordinatın zamandan asılı qrafik olduğu üçün 2 saniyədə bu cisimlər görüşüblər və görüş müddəti məlum olduğu üçün biz oradan hər iki cismin hərəkət tənliyini yaza bilərik. Deməli 4-cü saniyə birinci A cisminin hərəkət tənliyini yazsaq, A cisminin hərəkət tənliyi hər iki cisim x oxu istiqamətinə bərabər sürətlə hərəkət edir. Tənlik ümumi tənlik bu formada olur. X bərabərdir x0 üstə gələk S bərabər sürətlə hərəkət olduğu üçün x0 üstə gələk VT olacaq, BX-dir və yaxud da SX burada götürürük. Buradan x0-ımız A-nın ilk başlanğıc sürət koordinatı 0-dır. Ona görə x0-ın yerinə içinə yazmırıq. V-si isə bu tənlikdə bizə verilənlər ona görə verilir ki, biz buradan sürət tənliyi qura bilək. V isə 2 saniyədə, yəni görüşdüyü andakı sürəti tapmaq üçün 6-nı buradan 2-yə bölürük. Yəni V bərabərdir, delta x bölünsün T düsturuna görə. Və buradan da biz V-ni tapsaq, delta x 2 saniyədə 6-dır, T isə 2-dir. 6-nı 2-yə böləndə eləyəcək 3. Yəni x bu olacaq 3T. Yəni birincinin tənliyini bu şəkildə yazdıq. Görüş müddətinə görə sürəti təyin etdik. İkincinin də XB-nin də tənliyini eyni şəkildə quraq. XB-nin isə başlanğıc koordinatı 4-dür. 4 üstə gələk. V-sini də təyin etsək B-nin delta x-i 6-dan 4 çıxırıq. Eləyir 2. 2-ni də 2-yə böləndə eləyir 1. 4 üstə gələk T olacaq. Əgər bu T koordinatları, yəni görüş müddəti 2 saniyə olduğu üçün tənliklərdə biz görüş müddətindən istifadə edib koordinatlarına görə tənliklərini qurduq və 6 saniyə müddətində, daha doğrusu 4-cü saniyənin sonunda cisimlər arasındakı məsafəni istədiyi üçün T-ni 4 saniyə götürürük. X-a görək 4 saniyədə 3-ü vururuq 4-ə 12 metr koordinatında olacaq. XB isə 4 həmin müddətdə 4 üstə gələk T-nin yerinə 4 yazsaq 8-də olacaq. Deməli onlar arasında məsafəni tapanda 12-dən çıxırıq 8-i eləyəcək 4 metr məsafə olacaq. Doğru cavab C variantı. Çay axını istiqamətində 25 metr bölək saniyə yazaq və axın istiqamətində bərabərdir 25 metr bölək saniyə. Axının əksinə isə və axının əksinə isə 15 metr bölək saniyə. Sürət üzən qayığın sürətini hesablayaq. Biz qayığın sürəti üçün bu düsturu yaza bilərik. Axın istiqamətində sürət üstə gəl, axının əksinə bölək 2. Və buradan da qayığın sürətini rahatlıqla təyin edə bilərik. Yəni 25 üstə gələk 15 bölək 2. O da bərabər olacaq. 25-in 15 gələndə eləyəcək 40. 40-ı da 2-yə böləndə eləyəcək 20. Doğru cavab E variantı. Sürtmə əmsalı haqqında verilmiş mülahizələrdən biri yanlışdır. Vahidsiz kəmiyyətdir, doğrudur. Toxunun səthinin sahəsindən asılı deyil, doğrudur. Səthin materialından asılıdır, doğrudur. Səthin cəlallanma dərəcəsindən asılıdır, doğrudur. Cismin kütləsindən asılıdır, yanlışdır. Doğru cavab E variantı olacaq. Maddi nöqtənin koordinatının zamandan asılı qrafiklə istifadə edərək OX oxunun əksi istiqamətdə neçə metr yol getdiyini hesablayın. Biz baxırıq ki, ilk
aralıqda bu hissədə cisim OX oxunun əksi istiqamətə, ikinci hissədə isə OX oxu istiqamətində düz xəttli bərabər sürətlə hərəkət edir. Deməli, OX oxunun əksi istiqamətli hərəkət yalnız bu hissəyə aid olduğu üçün 10 nöqtəsindən 20-20'yə gedib ümumi getdiyi yolda da mənfi nəzərə alınmır. 10 üstə gələk 20 bərabər olacaq 30 metrə. Doğru cavab B variantı olacaq. Üfüqi istiqamətdə sağa doğru verilmiş sürətlərlə X və Y avtomobilləri hərəkət edir. X avtomobilin sürücüsü Y avtomobilin sürücüsünə hansı istiqamətlə və hansı sürətlə hərəkət etdiyini görər. Yəni X avtomobilin sürücüsü Y avtomobilini X-in Y-ə nəzərən sürətini istəyir. Y avtomobilini hansı istiqamətdə gördüyünü biz təyin etmək üçün deməli nəzərən sürətlərini təyin etməliyik. Nəzərən sürət 2V çıxılsın V-yə bərabər olacaq. Yəni X avtomobili Y V sürətlə hərəkət etdiyini görəcək və sağa doğru hərəkət edəcək. Doğru cavab C variantı olacaq. Çeviri üzrə bərabər eyni sürətlə hərəkət edən maddi nöqtənin hansının mərkəzi qaçma təcili ən kiçikdir. Bu şəkildən biz bilirik ki, konsentrik çevrələrdən omega, period, tezlik sabit qalır və bu mütənasibliyə görə A-nın omega kvadrat R düsturundan istifadə etsək, omeganın sabit qiymətinə AR ilə düz mütənasibdir. Radiusun ən böyüyündə təcil də ən böyük olacaq. Ona görə də ən kiçik orada 1, ən böyük isə 3-ə bərabər olacaq. Doğru cavab ən kiçik istədiyi üçün 1 götürərik. Radiusun ən kiçik qiymətinə. Doğru cavab A variantı olacaq. Kütləsi 2 kiloqram olan kürəciyə təsirdən qüvvələrin əvəzləyicisi bu cismə verdiyi təcilin modulunu hesablayın. Biz necə təcilin modulunu hesablayın? Əvəzləyici qüvvə biz bilir ki, bir düz xətt üzrə əks istiqamətə yönələndə F əvəzləyici bərabərdir onların fərqinə, yəni 20 çıxılsın 16-ya. Bu da eləyəcək 4 Newton və əvəzləyici qüvvənin 2 kiloqram kütləli cismə verdiyi təcil isə F əvəzləyici bölünsün Newtonun ikinci qanuna görə F əvəzləyici bölünsün M olacaq, yəni 4-ü bölsək 2-yə olacaq 2 metr bölək saniyənin kvadratı. Doğru cavab B variantı olacaq. Sükunət alınan hərəkətə başlayan cismin təcilinin zamandan asılı qrafikindən istifadə edərək sürətin zamandan asılı qrafikini təyin edin. Biz bilirik ki, sükunət vəziyyətindən hərəkətə başlayırsa, qrafik koordinat başlanğıcından çıxacaq. Əvvəlcə təcil daha böyük müsbət sabit, sonra daha kiçik sabitdir. Ona görə də ilk anda təcil böyük olduğu üçün VT qrafikini quranda sürət dəyişməsi daha kəskin olur. Sonra isə təcilin qiyməti biraz azaldıqca sürət dəyişməsi də biraz azalır. Sonra isə yavaşlayan təcil mənfi qiymət aldığı üçün deməli sürət azalır. Əvvəlcə yəni bərabər yeyinləşən, sonra bərabər yavaşayan hərəkət olacaq. Bu qrafik isə bizdə C variantındadır. Doğru cavab olacaq C variantı. Qüvvəni hansı cihazla ölçmək olar? Qüvvəni ölçən cihaz dinamometr adlanır. Doğru cavab B variantı olacaq. Gücü 45 watt olan N bərabərdir 45 watt. Watt olan mexanizm 50 saniyədə nə qədər iş görər? T bərabərdir 50 saniyə. Nə qədər iş görər? A bərabərdir. Sual. Gücün düsturuna görə A bərabərdir. NT olacaq. N-də 45-i də vursaq 50-yə bərabər olacaq. 2250 joule. O da eləyir 2,25 kilojoule. Doğru cavab C variantı olacaq. Şəkildə təsvir olunmuş bloklar sistemində ipin sərbəst ucuna təsir edən qüvvənin 20 Newton olduğunu bilərək cismin çəkisini hesablayın. Biz görürük ki, buradakı tərpənməz blok var. Bu ipin sərbəst ucuna təsir edən qüvvə 20 Newtonsa, tərpənən blok var, 2 tərpənən blok. Biz görürük ki, burada 2 tərpənən blok var. Hər tərpənən blok 2 dəfə qazanc verdiyi üçün və burada qazanclar vurulur və ümumi sistemdə F bərabərdir 4 dəfə qazanc olacaq. Yəni P bölünsün 4 olacaq. Buradan da P-ni tapsaq 4 F-ə bərabər olacaq. Yəni 4 vurulsun 20, 80 Newtona bərabər olacaq. Ona görə də açılmış yükün çəkisi 80 Newton olacaq. Doğru cavab A variantı. Aralarındakı bucaq 90 dərəcə olan 3 və 4 Newton qüvvələrin əvəzləyicisini hesablayın. F əvəzləyici bərabərdir. Kök altına Pifaqor teoreminə görə 3-ün kvadratı üstə gələk 4-ün kvadratı. 9 üstə gələk 16, 25 edir. Kökdən çıxacaq 5. Doğru cavab olacaq D variantı. Şəkildəki kimi atılan KLM cisimlərinin yerə dəyən anda sürətləri bərabərsə, hündürlüklər arasındakı münasibəti təyin edin.
H bərabərdir V kvadrat çıxaq V sıfır kvadrat bölü 2J düsturundan istifadə edirik. Şaquli istiqamətdə atılmış cisim hərəkətinin hündürlüyün düsturudur. Əgər buradan deməli yerə çatan anda sürətləri ən böyükdür hansı olacaq? Buradan biz yerə çatan anda sürətləri eyni olduğu üçün hündürlüklər arasında münasibəti təyin edəndə fərz edək ki, yerə çatan anda hamısının sürəti V-dir. Məsələn, V-ni götürək, hər birinin sürəti yerə dəyən anda 30-dur. Bir var ki, 30-dan V sıfır kvadratın çıxanda 30-dan başlanan sürəti məsələn, buranın V-ni biz hardasa 2, 2V-ni 4, 3V-ni isə 6 götürmüş oluruq. Deməli, 30-dan 2-nin kvadrat 4-ü çıxanda daha böyük qiymət alınır. Nəinki 30-dan 6-nın kvadratını, yəni 36-na çıxanda. Yəni buradan biz müşahidə edirik ki, sürətin başlanğıc sürət çıxıldığı üçün daha kiçik, başlanğıc sürətin daha kiçik qiymətində hündürlük ən böyük olacaq. Ona görə də doğru cavab olacaq C variantı. Hansı cihaz və ya cihazların köməyi ilə polipiped şəkildə cismin həcmini ölçmək olar? Polipiped şəkildə cismin həcmini ölçmək üçün yalnız xəttkeş kifayət edir. Çünki tillərin uzunluğunu ölçərik və orada həcmi də V bərabərdir. A vurulsun, B vurulsun, C olduğu üçün 3 ölçüsündə bir-birinə vurub hesablayarıq həcmini. Doğru cavab yalnız 3 C variantı. Cisim radiusu 8 metr olan dairəvi yolda M nöqtəsindən N nöqtəsinə 2 saniyə müddətdən gəlmişdir. Cismin mərkəzi qaçma təcilini hesablayaq. M nöqtəsindən N nöqtəsinə 2 saniyəyə gəlibsə, biz buradan qələmi seçək. 2 saniyəyə gəlibsə, onda bu növbəti 90 dərəcə 4 hissəyə bölsək daha rahat hesablayarıq 8 hissədənsə. Deməli, bu hissəndə 2 saniyəyə gəlib, onda burana 4, burana 4, burana 4 saniyəyə gələcək. Buradan da biz periodu təyin edə bilərik ki, T bərabərdir 16 saniyə və mərkəzi qaçma təcilinin periodundan üstür 4 pi kvadrat R bölü T kvadratına bərabərdir və buna görə də buradan istifadə edib hesablaya bilərik. 4 pi kvadratını 10 verib R 8 metrdir, T'nin kvadratı isə 16 vurulsun, 16 olacaq. 16 ilə 4 gedir, burada qalır 4. 16 ilə 8 gedir, burada qalır 2. 12-yə böləndə burada qalır 5. 5-i də 4-ə böləndə eləyir 1,25. Doğru cavab B variantı olacaq. Uyğunluq harada pozulmuşdur? Sıxlığın vahidi qram bölü kub santimetrdir. Doğrudur. Güvən vahidi newtondur. Kütlənin vahidi kiloqramdır. Sahə vahidi metr kvadratdır. Gedilən yolun vahidi isə metrdir. Yəni buradan pozulub. Doğru cavab burada olacaq metr. Y variantı doğru cavab olacaq. Üfüqi yolda hərəkət edən cismin sürətinin zamanı hansı qrafik verilmişdir? Cismin 5-ci saniyənin sonunda getdiyi yolun 1-ci saniyənin sonunda getdiyi yola nisbətini istəyir. 1-ci saniyənin sonunda getdiyi yol burada əmələ gələn fiqurun sahəsidir. Yəni S1-ci saniyədə gedilən yolu tapsaq trapesiyanın sahəsini tapmalıyıq. Yəni 10 üstə gələk 8 bölü 2 vuraq 1 olacaq. 18-də 2-yə biləndə eləyəcək 9. Bir də 5-ci saniyənin sonunda getdiyi yol, yəni 5 saniyə müddəti deməkdir bu. 5-ci saniyənin sonunda isə getdiyi yol ümumi üçbucağın sahəsi olacaq. 10 vurulsun 5 bölünsün 2-yə eləyəcək 25. Deməli, S5-in S1-ə nisbəti bərabərdir 25 bölünsün 9-a. Doğru cavab B variantı olacaq. Yerin cisimləri cəzb etmə qüvvəsinə ağırlıq qüvvəsi deyilir. Doğru cavab D variantı. Şəkil 1-də üfüqi səthi üzərində K cisminin F qüvvəsini təsir edən zaman sabit sürətlə hərəkət edir. K cisminə F qüvvəsi təsir edən zaman sabit sürətlə hərəkət edir. Fərz edək ki, K cisminin kütləsini biz özümüz üçün şərti olaraq M götürək. Sonra isə eyni səthdə K cisminin üzərinə F cismini qoyub, şəkil 2-dəki kimi 6 F qüvvəsə təsir etdikdə yenə də sabit sürətlə hərəkət edilir. Yəni, qüvvə 6 dəfə artıbsa, belə nəticəyə gəlirik ki, eyni sürətlə, sabit sürətlə təzədən hərəkət etməsi üçün kütlə də 6 dəfə artmalıdır. Yəni, bunun kütləsi onsuz da M-dirsə, bu da 5M olmalıdır ki, ümumi kütlə 6M olsun ki, 6F qüvvəsinin təsiri altında yenə də sabit sürətlə hərəkət etmiş olsun. Ona görə də MK-nın M ilə nisbəti MK bölək ML, K-nınki 1M-dir, bununki isə 5M-dir. Ona görə də olacaq cavab 5-də 1. Doğru cavab 5-də 1-ə bərabər olacaq D variantı. Doğru cavab D variantı. Sıxlığı 5,2 qram bölək kub santimetr olan bərk cisimdən 10 kub santimetr parça kəsilib çıxarılır.
Bu parçanın yerinə eyni həcmdə sıxlığı 6,2 qram bölü kub santimetrdən başqa bir maddə yerləşdirir. Bu zaman kütlə neçə qram artar? Əvvəlcə həmin maddənin kütləsini təyin edək. M bərabərdir 5,2 vurulsun çıxan maddənin kütləsini 10 eləyəcək 52 qram. 52 qram biz oradan çıxardıq. Sonra isə əlavə etdiyimiz maddənin kütləsini təyin edək. Alt damında 2 vurulsun 10 eləyəcək 62 qram. Deməli 52 qram çıxarılıb yerinə 62 qram əlavə etdiksə, 62-dən 52-ni çıxsaq, cismin kütləsi 10 qram artmış olacaq. Doğru cavab olacaq 10 qram. Sürtünmə qüvvəsi nəzərə alınmayan üfüqi səthi üzərində 60 Newton dartı qüvvəsinin təsiri altında cisim 40 cm yol gedən zaman görülən işi hesablayaq. Görülən iş A bərabərdir Fs. Sadəcə sürtünmə qüvvəsinin təsiri nəzərə alınmırsa, orada elə dartı qüvvəsi təkcə 60 Newton olacaq, F dartı vurulsun S. F dartı olacaq 60 Newton, S də ki santimetre metrə çevirsək 0,4 metr olacaq. O da eləyəcək 24 joule iş görəcək. Doğru cavab 24 olacaq. Başlanğıc sürəti 60 metr bölü saniyə olan bir cisim təcili zamandan asılı qrafik şəkildə kimi verilmişdir. Bu cismin 4 saniyədəki orta sürətini hesablamalıyıq. Biz orta sürəti tapmaq üçün birinci VT qrafikini qurub gedilən yolu və yaxud da yer dəyişməni hesablamalıyıq. Fərqlidirsə, məncə burada eyni olacaq, çünki başlanğıc sürəti var, 60-dır. Başlanğıc sürəti müsbət olduğu üçün ox istiqamətdə hərəkət eləyir və təcil mənfi olduğu üçün ox istiqamətində bərabər yavaşayan hərəkət eləyir. Bizə də məlumdur ki, təcilin zamandan asılı qrafikinə görə burada da təcil 0 olduğu üçün cisim bərabər sürətlə hərəkət eləyir. Onu da qrafikdə nəzərə alarıq. Delta V fiqurun sahəsidir. Buradakı delta V-ni tapsaq, 20 vurulsun 2, o da bərabər olacaq 40-a. Yəni delta V-si daha doğrusu mənfi 40-a bərabər olacaq. Çünki burada mənfi 20-dir. Və mənfi 40 olduğu üçün 60-dan sürət azalıb 40 olması üçün 20-yə qədər azalır ki, delta V isə mənfi 40 olsun. Son isə cisim sabit sürətlə hərəkət edir. Bu 2 saniyədir. Bura isə sabit sürətlə hərəkət etdiyi üçün 4 saniyədir. Həmin sürətə çatıb və sonra sürətini sabit saxlayır. Çünki təcil 0-dır. Və buradan fiqurun sahəsi bizim gedilən yolumuz və yer dəyişməmizdir. Çünki X-də birinci koordinat rübündə yerləşir, mənfi yoxdur. Deməli, yol yer dəyişməyə bərabərdir. Biz həm yol, həm də yer dəyişməni tapsa, bərabər olacaq burada əvvəlcə birinci fiqurun sahəsini, bu da ikinci fiqurun. Birinci fiqur trapesiyadır. Burada təyin eləsək, deməli 20, üstə gələk 60, bölək 2, vuraq 2, üstə gələk, bu 2-lər ixtisar gedir, üstə gələk, burada düz bucaqlığın sahəsidir, o da 2 vurulsun, 20 olacaq, yəni düz bucaqlığın uzunluğuna n-ə vururuq. Buradan hesablasaq, 60-ın üstünə 20 gələndə 80, 80-ın üstünə 40 gələndə eləyəcək 120 metr yol gedib. Orta sürətə də tapsaq, gedilən yolu və yaxud da yer dəyişməni zamana bölərik. Yəni, burada yolla yer dəyişmək yenə fərq etməz. Yola görə də, yer dəyişməyə görə də sürət eyni qiymət alır. 120 metri bölürük 4-ə. O eləyəcək 30 metr bölək saniyə. 4-cü saniyənin sonundakı orta sürət 30 metr bölək saniyə olacaq. Doğru cavab 30 olacaq. Radiusu sabit qalan, çeviri üzrə hərəkət üçün doğru olan ifadələri seçin. Radius sabit qalan, çeviri üzrə hərəkətdə periodu 2 dəfə artan zaman sürət də 2 dəfə artar. Bu yanlışdır. Çünki sürətin perioda görə düsturu V bərabərdir. 2 pi yer bölək T-dir. Radiusun sabit qiymətə sürətlə period tərs mütənasibdir. Bu yanlışdır. Periodu 2 dəfə azalan zaman sürəti 2 dəfə artar. Doğrudur. Periodu 2 dəfə artan zaman tezliyi də 2 dəfə artar. Yanlışdır. Çünki period tezliklə tərs mütənasibdir. Periodu 2 dəfə artan zaman tezliyi də 2 dəfə azalar. Doğru cavab 2, 4 olacaq. Sürtünməsiz üfüqi yolda 4 kq kütləli maddi nöqtəyə eyni müstəvidə qüvvələr təsiridir. Bu maddi nöqtə üçün uyğunluğu müəyyən etməliyik. Deməli, bu maddi nöqtəyə təsir edən əvəzləyici qüvvənin qiymətini tapmalıyıq. Əvəzləyici qüvvə F əvəzləyicini təyin edək. F əvəzləyici bərabər olacaq. Bu bir düz xətti əks istiqamətə yönəldiyi üçün onların fərqinə 32-dən 24 çıxırıq, eləyəcək 8 Newton. Əvəzləyici qüvvə 8 Newtona bərabərdir. Yəni 1-ə uyğun gələn C olurdu. Maddi nöqtənin hərəkət təcilini hesablayaq. Hərəkət təcili isə F əvəzləyici bölünsün
Kütlə sürtünmə qüvvəsi də nəzərə alınmır. Əvəzləyici qüvvə olacaq 8, kütlə də 4-dür, eləyəcək 2 metr bölək saniyə kvadrat. Doğru cavab olacaq, 2-yə uyğun olacaq A variantı. Maddi nöqtəyə F2 qüvvəsi təsir etməsi hərəkət təcilini hesablayın. F2 qüvvəsi təsir etməsi yalnız təsir edən qüvvə 24 Newton olur. Onda təcili hesablasaq, deməli 24-ü bölərik 4-ə, eləyəcək 6 metr bölək saniyə kvadrat. Doğru cavab burada uyğun gələcək Y variantı. Yəni 1C, 2A, 3Y olacaq. Cisim A nöqtəsindən hərəkətə başlayaraq ABCDY trayektoriya boyunca Y nöqtəsindən 5 saniyəyə gəlir. Yer dəyişməyə görə orta sürəti hesablayın. Yer dəyişmə trayektoriyanın başlanğıcı ilə sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu şəkildə birləşdirsək, bu bizim yer dəyişməmizdir. Çünki başlanğıc A-dır, sonda Y-dir. Yer dəyişməni buradan təyin etsək, 5 üstə gələk. Bura 1 radiusdursa, burada 2 olacaq. Diametr olmuş olur bu isə. Yarım çevrənin diametridir. Deməli, burada olacaq 4, diametr 1 radius 2 metr olduğu üçün diametr 4 metr olacaq. O da üstə gələk 7. O da bərabər olacaq. Hesablasaq buradan 16 metrə bərabər olacaq. Doğru cavabımız olacaq. Doğru cavab yox, yer dəyişməmiz olacaq 16 metr. Orta sürətə də tapsaq, yer dəyişməni 16-nı bölərik zamana 5-ə. 16-da da 5 eləyəcək 3,2. Doğru cavab olacaq 3,2 metr bölək saniyə. Cismə şəkildə təsvir olunduğu kimi qüvvələr təsirdə əvəzləyici qüvvəni hesablayın. Şəkildə bir düz xətt üzrə eyni istiqamətə yönəlmiş qüvvələrin əvəzləyicisi onların cəminə bərabər olur. Burada 9 Newton olacaq. Əks istiqamətə və həmin istiqamətə yönəlir. Əks istiqamətə yönəlmiş qüvvələrin əvəzləyicisi onların fərqinə bərabər olur. 9 çıxılsın 3 eləyəcək 6 Newton. Yekun cavab olacaq 6 Newton doğru cavab. Şəkildə təsvir olunmuş kiçik ölçülü kub qabla kub qabla su götürüb böyük ölçülü kub qaba neçə dəfə tökməliyik ki, böyük ölçülü kub qab tam dolsun. Bunun üçün biz hər iki kubun həcmini hesablamalıyıq. Birinci V1 bunu götürək, V2-ni də bunu götürək. V1 bərabərdir. Kubun həcmi V bərabərdir. A-nın kubu olduğu üçün V1 bərabər olacaq 2-nin kubu. O da olacaq 8. V2 də bərabər olacaq 4-ün kubu. O da eləyəcək biz üçün 64. Deməli, 8-i neçə də tökmək lazım tapmasaq, 64-ü bölsək 8-ə, 8 qab su tökmək lazımdır ki, kub, böyük kub tam dolsun. Doğru cavab olacaq 8.